Xanım müraciət edir ki, bəs mənim həyat yoldaşıma deyirəm ki, falan işi gör, 9 ayda onu eləmir. Deyirsən, həyat yoldaşının heç müsbət işi yoxdur. Məşhur bir şeydir də, psixologiyada, dəfələrlə demişik, o təlimlərdə də demişəm. İşıq gələn tərəfə baxın. Adamın 10 dənə işindən 5-i yaxşıdır, 5-i pisdir. Pisləri burax, yaxşıların təriflə, onu dəyərləndir. Yavaş-yavaş pislərdən də çəkinəcək. Biz o 5 dənəni görmürük yaxşını, yapışırıq o. Hətta bəzən 9 dənə yaxşı işi var, bir dənə pis işi. O 9 dənəni dəyərləndirmirik, yapışırıq o bir dənə pis işə. Başlayırıq onu döyəcləməyə. O da özündən çıxır. Deyir, mənim heç o müsbət cəhətlərini görmədilər. İşıq gələn tərəfə. Deyir, xanıma dedim ki, həyat yoldaşım bəs nə iş görür? Bazarlıq eləyir və yaxşı baxır, deyir, yaxşı baxır. Nə bilim, deyir, həmin vaxtda deyir, o maşını yurdu, gəzməyə gedəcəkdik. Mənim amma dediyimi eləmədi. Deyirəm ki, sənin xoşun gəlmir, həmiz maşında gəzməyə gedəsən. Deyir, niyə xoşum gəlir? Deyir, bəs salonda sənin sevdiyin işi görüb də o. Ona o işinə görə bir sağ ol de.